Allahın adı hər yeri doldurur. Hər yer Allahın adı ilə, hər yer Allahın ismi ilə doludur aləmdə. Çin gərək insanlar o adlardan qafil olmaya. Necə ki, Kumeyl duasında oxuyuruq. Əleyhissalam Kumeyl duasında buyurur ki, və bi əsmaikəlləti mələt ərkanə kulli şey. Buyurur ki, ilahi, mən səndən istəyirəm ki, bütün isimlərin ki, hər yeri doldurubdur. Bütün isimlərin ki, hər yeri doldurubdur, yəni aləmdə hər yer isminlə doludur. O isimlərindən istəyirəm. Diqqət eləyək bir şeyə ki, məsəl, bir xəstə ki, xəstələnər, məriz olar və bu Allahdan şəfa istəsə və Allah da buna şəfa versə, Allahın burada Şafi ismi meydana gələr və Şafi isminin vasitəsilə Allah şəfa inayət eləyər. O ki, gərək insan Allahı Şafi ismindən çağırsın ki, Allah şəfa verəndir, Allah şəfa bəxş eləyəndir. Elə ki, insan ana bətnində nütfə olur, rəhnində nütfə olur, qərar tapır ananın bətnində, rəhnində, istəyir indi bir hərəkət eləyə insan. İnsan şəklinə düşə. Elə ki, hərəkətə başlayır nütfə, burada Allahın Faliq ismi hərəkətə keçər. Faliq nədir? Yəni, dan yerini yaran, parçalayan, başlayar hərəkətə keçməyə. Elə ki, hərəkətə keçdi, o başlayar surət almağa, şəkilə düşməyə. Burada Allahın Müsəvvir ismi hərəkətə keçər, iş görər, meydana gələr. Müsəvvir nədir? Yəni, formaya salan, şəkilə salan. Həmçinin buğda ki, düşər torpağın altına, başlayar o buğda bir müddətdən sonra üstünə yağış yağar, su tökülər, qar yağar, gün vurar, gün qurudar. Bir müddət sonra o ki, torpağı parçalayar, başlayar hərəkətə keçməyə. Burada da Allahın Faliq ismi hərəkətdədir. Elə ki, buğda başlayar şəkil almağa, özünün həqiqətini almağa, sümbül formasına düşməyə, burada Allahın Müsəvvir adı hərəkətə keçər. Müsəvvir ismi ilə Allah şəkil verər. Aləm Allahın Əsmaül Hüsnası ilə doludur. Hər yer Allahın adları ilə doludur. Hər nə var Allahın Əsmaül Hüsnası ilə vücud tapıb aləmdə. Nə ki, tənha heç nəsiz tapıb, yox. İnsan ki, günah eləyir, məsiyyət eləyir, hər nə desən eləyir, vaxt ki, peşman olur, Allahı çağırır. Nə deyir? Allahın hansı adından Allahı çağırır? Əfuvvu, əfv edən. Allahın Əfuvvu ismi burada vücuda gələr. Əfv edən ismi meydana gələr. Əlbəttə, insan Allahı o cür çağırsa və elə ki, bağışlandı, Allahın Qəfur ismi ilə bağışlanar. Qəfur nəyə deyərlər? Günahı bağışlayan, günahları bağışlayan. Hər şey aləmdə Allah, aləmdə hər yeri doldurub, hər yer Allahla doludur, isimləri hər yeri tutubdur Allah. Ki, insan bilmir. Gərək insan bilə, məriz ki, insan ki, xəstələnir, xəstə olur, məriz olur, Allahı çağırır, ya Şafi deyə, o ya Şafi səbəb olur ki, bu şəfa tapır. Nə ki, insan dura deyə ki, sağalım mən, sağalım mən, sağalım mən, heç bir fayda olmaz. O qədər sağalım deyən insan sağalar? Yox. Gərək bir iş görə. İstəyə, kimdən istəyə? Şafi,
Allahı çağır istəyə. Mən gətirim bir dənə buğdanın dənəsini qoyum stolun üstünə, deyim ki, bu burada bəhrə verəcək. Bəhrə verər. Yox, mütləq ki, gərək onu mən bastıram. Bastırmasam bəhrə verməz. İnsan da bu cürdə Allahı çağırmasa heç bir bəhrə aparmaz.